İstirahat günləri həyat yoldaşım Canı hər zaman nəsə çəkir və deyir, mən sən bişirəni yemək istəyirəm. Bu sloqandan sonra getdim Əhmədlidəki Bravo hipermarketdəki endirimləri görüb manqal və kömür alırdım. 14 maya qədər olan ət festivalına yaralandım və Qarabağda yetirdikləri heyvanların ətini alıb keçdim supermarket endirimlərindən faydalanmağa. Yol üstü öyrəndim ki, Bravo'nun Əhmədli, Köroğlu və 20 yanvar filiallarına özəl 10 may saat 17-nin 10-da manqal parti olacaq. Bu hiperlərə yaxlaşıb isti-isti bişən kabablardan pulsuz dadım əldə edə bilərsiniz. Gərək içli köftənin hazırlanmasına, bunun hazırlanması üçün lazım olan bütün mərcəkləri aşağıda qeyd edəcəm. Mərhələlərini hamısını bir-bir yazacağım hər detalına kimi. Burada əsas məqamlardan biri bunu hazırlayacağım. Əlinizi bol-bol su ilə ısladın və göstərdiyim şəkildə açın. Uzağı 2 dənə eləyəndən sonra çox da asan formada bunu hazırlaya biləcəksiniz. Bunu bol yağda, qızğın yağda qızartmaq lazımdır. Hər tərəfi yaxşı qızarandan sonra götürüb belə bir görüntüsü alınır. Gözləyib bərk alır. Bunu limonsuz qətiyyən yeməyin, limonla çox ləzzətli olur. Hazırlamağı da göstərdiyimdən qat-qat daha asandır. Fərqli reseptlər üçün məni izləməyi unutmayın. Nuş olsun hamınıza.